Onlar normanı qəbul etmirlər. Onlar qaydaları sındırır. Bu Tatradır. Yük maşınların anarxisti. Adi yük maşınlarında hər şey nəhəng rammalı şasi daşıyır. Amma Tatra yox. Onlar nəhəng dairəvi borunu əsas skelet ediblər. Ən maraqlısı isə odur ki, həmin borunun içində kardan ötürücü keçir və askı tam müstəqil tipdədir. Yəni hər bir təkər sanki öz həyatını yaşayır. Əlavə ox istəyirsən, problem yoxdur. Sadəcə reduktor əlavə et və salam. Nəticə dünyada 8x8, 10x10, hətta 12x12 tam ötürücülü dəli monsterlar fırlanır. Bəs bilirdin ki, əyri ayaq adamlara nəyə görə Tatra deyirlər? Çünki köhnə modellərində təkərlər yüksüz vəziyyətdə tam içəri baxır. Amma əsl şok V10 və V12 dizel mühərrikləridir. Onlar su ilə yox, köhnə model Porsche 911 və zapı kimi hava ilə soyudulurdu. Su radiatoru yoxdur, sadəcə pərt və hava.